Cəlilabad rayonunda əkin sahələrinə nəzarətsiz malqaranın vurduğu zərərə görə Aqrar Sığorta Fondu fermer təsərrüfatına 8614 manat sığorta ödəyib. Ödəniş Kazımabad kəndində fəaliyyət göstərən Ramaldər MMC-yə məxsus 5 hektar arpa və 6 hektar buğda sahəsinə üçüncü şəxsin hərəkətləri nəticəsində dəyən zərərə görə həyata keçirilib. Fonda müraciətdən sonra əraziyə aqrar sığorta ekspertləri cəlb olunub. Araşdırma zamanı arpa sahəsinin tam, buğda sahəsinin isə 66%-dən çox zərər gördüyü müəyyən edilib. En büyük bizim problemimiz hayvanların vurduğu ziyanda. Arada gelip koruyordum. Yani hasta oldum biraz bir ay yani muhalefetemle meşgul oldum. Onda geldim gördüm yeri hiç ne kalmıyor. Sahəni sığortalamadan ötürü ben 108 manat pul ödemiştim. Ziyandan sonra yani agrar sığorta tam mənə dəyən ziyanı ödədi. Allah köməkləri olsun. Hazırda dövlət dəstəyi nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər. Ramaldər MMC bu sahələrin sığortalanması üçün 88 manat sığorta haqqı ödəyib. Hesablamalara əsasən fermerə ümumilikdə 8614 manat sığorta ödənişi təyin edilib. Təsərrüfat sahibinin sözlərinə görə əvvəllər belə hallarda dəymiş zərərin qarşılığını almaq mümkün olmurdu. İndi isə əksinə, aqrar sığorta mexanizmi sayəsində fermerlər artıq itkilərinin əvəzini ala bilirlər. Qeyd edək ki, ölkədə ilk dəfədir ki, malqaranın əkin sahəsinə zərər vurması üzrə sığorta ödənişi olunur. Fermerlər indi sümeylə əkir, qorxmur. Bilir ki, agrar sığorta bizim arkamızdadır. Fermerin arkasındadır. Şəxsən mənim fikrimdir mənim. Sığortalamamaq, əkini məhsulu sığortalamamaq mən günah sayıram bana. Bütün fermerlərə, bütün dostlarıma hamısına tövsiyə edirəm. Aqrar sığorta mexanizmi əkin sahələrini üçüncü şəxslərin hərəkəti ilə yanaşı dolu, sel, güclü külək, yanğın, şaxta və digər risklərdən də qoruyur. İndiyədək bu kateqoriya üzrə fermerlərə ümumilikdə 370 min manat sığorta ödənişi həyata keçirilib. Dövlət dəstəkli aqrar sığorta mexanizmi çərçivəsində təkcə təbii fəlakətlərdən dəyən zərərlər, yəni fırtına, qasırğa, sel, su basma, dolu, şaxta vurma və s. kimi risklərdən dəyən zərərlər qarşılanmır. Eləcə də fermerlərə üçüncü şəxsdən hərəkətləri nəticəsində dəyən zərərlərə də sığorta ödənişi verilir. Ramaldər MMC faktına münasibətdə Daxili İşlər Nazirliyinin faktı təsdiq edən arayışı tələb olunmuşdur və sığorta ödənişi həyata keçirilmişdir. Üçüncü şəxsin hərəkəti qismində sığorta ödənişinin verilməsi əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, burada fermerə məxsus olan tələb hüququ subrogasiya qaydasında fonda ötürülür. Bu o deməkdir ki, malqaranın nəzarətsiz qalması nəticəsində əkin sahələrinə vurulan zərər fond tərəfindən gələcəkdə tələb olunacaqdır. Qanunvericiliyə əsasən fond fermerə ödəniş etdikdən sonra həmin vəsaiti zərərə səbəb olan heyvanların sahibindən məhkəmə qaydasında tələb eləyir. Beləliklə fermer həm də əlavə məhkəmə xərclərindən və hüquqi prosedurlardan azad olur.